Məlumat verdiyimiz kimi oktyabrın 1-dən etibarən avtobus və metroda gediş haqqı 10 qəpik qaldırılacaq. Amma avtobusların hamısında qiymət artımı olmayacaq. Konkret olaraq hansı avtobuslarda gediş haqqının 10 qəpik artırılacağını qeyd edəcəm. Çünki deməli bu qiymət artımından sui-istifadə edən sürücülər ola bilər. Hansısa marşrutda qiymət artımı olmayan marşrutlarda sərnişinlərin 10 qəpik əlavə artıq deməli gediş haqqı almaq istəyən ola bilər. Ona görə də sərnişinlər bilməlidir ki, hansı avtobuslarda qiymət artımı olub. Ölkə üzrə, təxmini ölkə üzrə deməli 9% marşrut avtobuslarına qiymət artımı olub, ancaq yalnız Bakının isə deməli 30%-də qiymət artımı olub. 180 konkret olaraq 180 marşrutdan 60'ında qiymət artımı olacaq. Digər marşrutlarda isə əvvəlki qiymət artımı olduğu kimi qalacaq. Ona görə də sərnişinlər bilməlidir ki, hansı marşrut avtobuslarında qiymət artımı olacaq. Bunlar Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5, 6, 10, 11, 13, 14, 17, 18, 20, 21, 24, 30, 32, 33, 35, 38, 40, 44, 46, 57, 61, 60, 61, 62, 65, 72, 81, 88, 104, 105, 120, 125, 130, 133, 139, 140, 147, 149, 150, 150, 163, 165, 172, 189, 205, 211, 217, 108A, 120Y, 121Y, 140Y, 141Y, 7A, 7B, 88A, Y1, M8. Yəni bunlar Bakı üzrədir. Bunlar Bakı, paytaxt Bakı üzrə qiymət artımı olacaq marşrut avtobuslardır, marşrutlardır. Bakı, Sumqayıt və Bakı, Abşeron marşrutları üzrə isə 157, 158, 503, 508. Gəncə şəhəri üzrə birdən 20'ye kimi, 1.20'də daxil olmaqla birdən 20'ye kimi, bir də C1, C2. Bax bu Gəncə üzrə bu avtobuslarda qiymət artımı olacaq. Ona görə də digər avtobuslar, adı çəkilən avtobuslardan başqa digərlərində əlavə pul tələb etsələr verməyin.